Salam, xoş gördük sizi əziz şagirdlər. Mən FM Akademinin Azərbaycan dili ədəbiyyat müəllimi Əliyev Murad. Bu gün sizlərə güvənin keçirilmiş olduğu blok sınağının izahlı cavablarını təqdim edəcəm. Başlayaq ilk sualdan. Cədvələ və nümunələrə əsasən uyğun fikirləri müəyyən edin. Müzəffər ordumuz hər gün dənizlər, dağlar aşdıqda yerin qəlbində tufanlar, təlatümlər qopub çağlar. İkinci nümunə. Uca qorxunc qayalardan ilham alıb yazardım. Qaranlıqlar çökən zaman düz yolumu azardım. Birinci nümunəyə aid yanlış fikri soruşur. İkinci nümunəyə aid isə doğru fikri. Baxaq. Birinci nümunədə deyir ki, toplu isim işlənmişdir. Baxaq. Bəli, burada ordumuz sözü toplu isimdir. Cəm çəkilişi qəbul etmiş isimlərin hamısının səs və hərf tərkibi dəyişir. Baxaq. Tufanlar, təlatümlər, dağlar, dənizlər. Sən dənizlər sözündə dəyişmir, dağlar sözündə dəyişmir. Deməli, bu cavab yanlışdır və bizdən də yanlış cavab olduğu üçün biz 2-ni götürəcəyik. İkinci nümunəyə aid doğru fikri soruşur. Həm sadə, həm də mürəkkəb isim işlənmişdir. Baxaq. Sadə isim və mürəkkəb isim. Xeyr, mürəkkəb isim işlənmir. Ona görə 3 yanlış olacaq. Xüsusi isim işlənməmişdir. Baxaq. Təbii ki, burada xüsusi isim yoxdur. Cavabımızın da biri 4 olacaq. Ümumilikdə cavab B variantı. Keçək ikinci suala. Uyğunluğu müəyyən edin və tam cavabı müəyyən edin. Sonra deyir bizdən. Cəm çəkilişi qəbul etmiş toplu isim işlənmişdir. Cəm çəkilişi qəbul etmiş xüsusi isim işlənmişdir. Baxaq. Ayağı çarıqlı kiçik bir ölkə böyük Firdovsilər yaratdı bəlkə. Firdovsi şəxs adıdır, xüsusi isimdir və necə işlənir? Cəm çəkilişi ilə işlənir. Səhər tezdən kəşfiyyatçı dəstələri. Dəstə toplu isimdir, cəm çəkilişi ilə işlənir. C bəndinə baxaq. Nəbi yal-yamazı bürüyən sürülərə, ilxılara tamaşa edirdi. Sürülər və ilxılar toplu isimdir və cəm çəkilişi qəbul edib. D bəndində isə nizamilər, füzulilər yetirilmiş. Nizami və füzuli xüsusi isimdir və cəm çəkilişi qəbul edib. Deməli, cavabımız toplu isim soruşursa 1, B və C, 2, A və D olacaq. Yəni, cavabımız B variantı. Keçək üçüncü suala. Bəndlərdən birində qeyri-müəyyən təsirli halda olan söz işlənməmişdir. Bilirsiniz ki, qeyri-müəyyən təsirli hal hər zaman feilin yanında işlənir. Ona görə biz feillərin yanına baxmalıyıq. Hər ürəyin öz dünyası bir saadət arzular. Saadəti arzular. Qeyri-müəyyən təsirli hal. Arazın mehi kənddən kökünə xoş bir rahiyə, gözəl bir qoxu, yəni qoxunu gətirirdi. Təsirli haldır. Yoluma gül səpən, gülü səpən, təsirli haldır. Adam var ki, çörək tapmaz dünyada. Çörəyi tapmaz dünyada. Burada da qeyri-müəyyən təsirli hal var. Adam var mərifətdən yoxdur xəbəri. Adam var sultanı, xanı bəyənməz. Kimi? Sultanı, xanı. Bu müəyyən təsirli haldır. Ona görə cavabımız olacaq E variantı. Keçək növbəti suala. Keçə bilsək yaxşı olacaq. Aha, keçdik. Verilmiş bəndlərdən birində fikrin qüvvətləndirilməsinə xidmət edən üslubu vasitələrdən olan metonimiya işlənməmişdir. Bildiyimiz kimi metonimiya ad dəyişmədir. Gəlin baxaq. Azərbaycan tanınmışdır vaxtsız qapı döyənləri. Əslində Azərbaycan yox, Azərbaycan xalqı olmalıydı. Yəni ki, A bəndində metonimiya işlənib. Yeriyir irəli şəhərdə kənddə. Şəhər kənd yeriyə bilməz. Yəni ki, oradakı insanlar, deməli, burada da metonimiya var. Hirsindən partlayıb meşədə cırnar, yovşan yetim kimi görülür mənə. Burada artıq olmayacaq, deməli, ilə cavabımız olacaq C bəndi. O biri variantlara da baxaq. Yalvarma, yalvarma, o cəlada sən, hələ baş əyməmiş bu böyük vətən. Əslində, burada vətən yox, vətənin içərisində yaşayan xalq. Yəni, burada da metonimiya var. Yetim tək boynunu vurma, Təbrizim. Gördüyünüz kimi, burada da metonimiya var. Cavabımız C bəndi. Keçək növbəti suala. Hansı sözün tələffüz şəkli yanlış verilmişdir?
Hüsnxət, hökumət, xeyriyyəçilik, iqçilik və halavar. Halavar məlum olduğu kimi halavar yox, halavar şəklində tələffüz olunur. Hüsnxət samitlə başına çəkilisi olduğu üçün hüsn sözünün arasına sait daxil olub. Hökumət sözündə o uzanır. Xeyriyyəçilikdə deməli xeyirçilik kimi tələffüz olunur. Sondakı iki hissəsi və y-nın biri iyyə şəkilçisi olduğu üçün düşür. İqçilikdə də xeyirçilik kimi tələffüz olunur. Cavabımız olacaq A bəndi halavar. Keçək növbəti suala. Venn diaqramına və nümunələrə əsasən doğru fikirləri müəyyən edin. Nümunələri oxuyaq. Yetişməmiş bir meyvəni dərməkdən mənfəət əvəzinə zərər və bəlkə də xəta yaranar. Siz məni el tənəsindən, dost aşna töhmətindən, ana bədgümanlığından xilas etdiniz. Variantlara baxaq. Bir-biri ilə münasibətdə antonim olan sözlər işlənmişdir, deyir. Baxaq. Yetişməmiş mənfəət əvəzinə zərər. Mənfəət, zərər. Bunlar antonim sözlərdir. Mənfəət, zərər. Deməli, cavab biri biz götürəcəyik. Əmələ gəlmək frazoloji birləşməsinin sinonimi işlənmişdir. Uşaqlar, burada əmələ gəlmək, yəni yaranar sözü ilə uyğunlaşdırıblar, amma təbii ki, biz bilirik ki, frazoloji birləşmənin sinonimi də frazoloji birləşmə olmalıdır. Ona görə 2 yanlış olacaq. Həm omonim, həm də çoxməli olan söz işlənmişdir. A bəndində var, yəni birinci nümunədə var, yetişmək. Həm meyvə yetişir, həm də ki, nəyə harasa çatmaq, yetişmək. Amma ikinci cümlədə isə omonim və çoxməli söz olmadığına görə üstə yanlış olacaq. Termin işlənmişdir, deyir. Baxaq, termin. Hər iki cümlədə termin. Gördüyünüz kimi termində işlənməyib. 5. Danlaq və məzəmmət sözlərinin sinonimi işlənmişdir. Baxaq, dərməkdən el, tənə, uşaqlar. Tənə sözü danlaq və məzəmmət deməkdir. Bütün sözlər həm leksik, həm də qrammatik mənaya malikdir. Baxaq, siz məni el tənəsindən, dost aşna töhmətindən, ana bədgümanlarından xilas etdiniz. Gördüyünüz kimi burada deməli nə yoxdur? Yalnız qrammatik mənası olan söz işlənməyib. Yəni ki, köməkçi nüsxəsi işlənmədiyi üçün cavabımız olacaq həm də biri 6. Yəni 1, 5, 6. Baxaq, görək elə bir variant varmı? Yalnız 1, 5, 6. Bəli, elə variant var. Keçək növbəti suala. Nümunəyə və cədvələ əsasən müəyyən edin. O görünür hiləgər və məkirli düşmənindən intiqam almaq üçün sənətin ecazkar qüdrətini sınaqdan keçirmək istəyirdi. Doğru olanlar soruşur ilk əvvəl. Leksik mənası bir şeyi faktı təsdiq edən, bir şeyə olan hüququ sübut edən rəsmi kağız. Uşaqlar, bu bilirsiniz ki, sənəd sözüdür. Amma burada sənəd verib. Deməli, bir nə olacaq? Yanlış olacaq. Bir-biri ilə münasibətdə sinonim olan sözlər işlənmişdir. Hiləgər və məkirli. Hiləgər, yanlış oldu. Hiləgər və məkirli sözləri sinonimdir. Deməli, artıq cavabımızın biri 2 olacaq. Həm omonim, həm də çoxmənalı söz işlənmişdir. Həm omonim, həm də çoxmənalı söz. Baxaq. Omonim və çoxmənalı söz işlənməyib. Deməli, cavabımızın 2 üstə yanlış olacaq. Güzəştə getmək frazoloji birləşməsinin sinonimi işlənmişdir. Güzəştə getmək. Baxaq, yanlışı soruşur bizdən. Burada uşaqlar, intiqam almaq. Oradakı güzəştə getməklə heç bir əlaqəsi yoxdur. Cavabımızın biri yanlış olduğu üçün 4 olacaq. Məcazi mənalı sözlər də işlənmişdir. Təbii ki, frazoloji birləşmə varsa, intiqam almaq. O olacaq məcazi mənalı ifadə. Bütün sözlər leksik mənaya malikdir. Bütün sözlər leksik mənaya malikdir.
Üzr istəyirəm, burada 5 bizdən yanlışı soruşduğu üçün 5 düzgün variant olmayacaq. Çünki bizdən yanlışı soruşur. Yanlışı soruşduğu üçün 5 düzgün olmayacaq. Bütün sözlər leksik mənaya malikdir. Baxaq. Uşaqlar, burada gördüyünüz kimi və bağlayıcısı var, 3-ün qoşması var. Deməli, 6-da yanlışdır. Yanlışın altında yanlış doğru olacaq. Baxaq cavabımıza. Deməli, 2, 4 və 6. Cavab B variantı. Keçək növbəti suala. Sözlər əsasında uyğunluğu müəyyən edin. Dominant dönməzlik 4%-dir. Nəyi soruşur bizdən? Sözlərin hamısına aid olmalıdır. Sözlərdən hər hansı ikisinə aid olmalıdır. Baxaq, səs və hərf tərkibi arasında 3 fərqli məqam var. Mən hal-hazırda bunu yaza bilmirəm, amma sizə izah etməyə çalışacağam. Dönməzdi. Uşaqlar, burada M hərfi M olur. D hərfi, L hərfi D kimi tələffüz olunur. Q hərfi də X kimi. Deməli, 3 fərqli məqam olacaq. İkinci sözdə 3 fərqli məqam. 4%-dir. D, ikinci D, T kimi. Faiz, A və I arasında Y artırılacaq. L da D kimi tələffüz olunacaq. Deməli, burada da 3 nə var? Fərqli məqam var. Dominant isə olduğu kimi qalacaq. Deməli, A bəndi hər ikisinə aid, 2 dənə sözə aiddir. Deməli, 2 A olacaq. Sözdə bir-biri ilə qarşılıq təşkil edən samitlər də işlənmişdir. Baxaq, birinci sözdə D və T. İkinci sözdə isə qarşılıq təşkil edən sait yoxdur. Üçüncü sözdə isə 4%-dir. D və T. Deməli, bu da 2 sözə aid olduğu üçün 2 də B olacaq. C-yə baxaq. Ahəngə tabe deyil. Dönməzlik tabedir, amma dominant və 4% tabe olmadığına görə o da 2-yə gedəcək. Yəni ki, 2 olacaq A, B, C. Kar qarşılığı olmayan cingiltili samit işlənmişdir. Dominantda M-nı, dönməzlikdə də təbii ki, M və N samitləri. 4%-də də R samiti. Deməli, bu 1-ə aid olacaq. İncə qapalı dodaqlanmayan saiti soruşursa, I saiti hər birində olduğu üçün 8-də cavab E bəndi olacaq. Keçək növbəti suala. Sözlərin leksik mənası ilə bağlı uyğunluğu müəyyən edin. Bədxah, bədnam, bədbin. Mən hər zaman uşaqlara deyirəm ki, bədbin və neçbin insan var. Bədbin gələcəyə ümidsiz baxan, neçbin isə gələcəyə gözəl baxan insandır. Gələcəyi yaxşı olan, yaxşı düşünən. Bədnam, biz eşitmişik də bu sözü, bədnam qonşularımız, yəni ermənilər, pislikdə ad çıxarmış, ləkəli pis ad qazanmış. Bədxah isə başqasının pisliyini istəyən, heç kəsin yaxşılığını istəməyən. Deməli, 1 B olacaq, 2 A olacaq, 3 də C olacaq. Yəni, cavabımız olacaq E bəndi. Deməli, görə düz tapdıq. E bəndi, xeyr. B bəndi. Üzr istəyirəm uşaqlar, B bəndi. Keçək növbəti suala. Hansı cərgədəki isimlərin tərkibində 2 leksik şəhərsi işlənmişdir? Uşaqlar, bunu mən köşk və şəhərsiyə ayıra bilməyəcəm, çünki bayaq da dediyim kimi yazmaq biraz problemdir hələlik. Amma mən sizə birbaşa cavabı izah edəcəm. Sarsıntı sözü, uşaqlar, sarsıntı, sarsılmaq, dağıntı, bu tipli sözlər sadə sözlərdir. Cavab A olmayacaq. Dağıntı dediyim kimi, o da sadə sözdür, cavab olmayacaq. Sızıntı, sızınmaq sözü olmadığı üçün burada sızmaqdan birbaşa sızıntı yaranıb, yəni bir leksik şəhərsi var, o da olmayacaq. Görüntü, gör sözün kökü, görünmək feili yaranıb, görünmək feilinə də görüntü ismi yaranıb. Boya, boyaq və boyaqçı. 2 leksik şəhərsi var. Soyumaq sözündən soyutmaq feili yaranıb və ondan da soyuducu sözü yaranıb. Yəni 2 leksik şəhərsi var. Cavabımız olacaq D bəndi.
Sıxıntı sözündə də uşaqlar sıxılmaq sözü olmadığı üçün ıntı birlikdə bütöv şəkilçidir. O da yanlış olacaq. Keçək növbəti suala. Hansı sözə aid xüsusiyyət verilməmişdir? Yerinə görə həm termin kimi işlənən bu söz həm omonim, həm də çox mənalıdır. Baxaq uşaqlar. Kök sözü bildiyimiz kimi həm omonimdir, həm Azərbaycan dilinə aid termindir, həm də çoxmənalı kimi işlətmək olar. Həm antonimi, həm də sinonimi olan söz. Bu da olacaq arıq sözü. Arıq antonimi kökdür. Sinonimi isə məsələn cılız deyə bilərik, zəif deyə bilərik. Yəni sifətlərə antonim tapmaq olur. Sinonim də həmçinin. Sonra yalnız termin kimi işlənən bu sözün omonimliyi yoxdur. Yalnız termin kimi deyirsə, təbii ki, tangensi yəqin ki, riyaziyyatdan başqa heç bir yerdə eşitməmisiniz. Keçək, fikir, dərd, qəm, qüssə sözləri də bildiyiniz kimi forma ilə əlaqəsi yoxdur, yəni xiffət olacaq. Cavabımız da olacaq A bəndi forma. Keçək növbəti suala. Tələffüz şəklində verilmiş sözlərdən birində verilmiş qaydalardan birinin işləndiyini əminliklə deyə bilmərik. Bu sözə diqqət edin uşaqlar, əminliklə. Yəni, bilirsin nə demək istəyir? Yəni, həm olar, həm də olmaz. Laş şəkilçisi qoşulduğu sözün son samitindən asılı olaraq daş, raş və naş kimi tələffüz olunur. Baxaq görək, laş harada var uşaqlar? Dərdləşmək, dərdləşmək. Gördüyünüz kimi, baxın, dəş kimi tələffüz olundu. Deməli, B bəndi variantı var. Laqilək, qışlaq, qışdaq. Görsən, dağ kimi tələffüz olundu. A bəndə var. Lanlən, cəsarətlənmə. Görürsünüz, cəsarətlənmə. Dan kimi tələffüz olunub. Sadəcə olaraq onun son samiti N əvəzinə M kimi tələffüz olunub. Çünki ondan sonra M hərfi gəlib. Deməli, D bəndə olmayacaq. Dənizlər. Baxaq hələ larlərə. Larlər. Dənizlər, dənizlər kimi tələffüz olunub. Bəli, dar kimi işlənib burada. Deməli, cavabımız bu da olmayacaq. Y bəndinə fikir verir uşaqlar. Deyir ki, damdan çıxışıb hal çəkilisi M və N hərfləri ilə bitən sözlərə qoşulduqda namlə kimi tələffüz olunur. Bu qaydanı bilirik, düzdür. Amma namlə kimi tələffüz olunan ikinci bir şəkilçi də var. O da ki, la, lə şəkilçisidir. Bu sözdə də E bəndinə dayımla, həm dayımla işlədə bilərik, həm də dayımdan çıxış halda işlədə bilərik. Yəni, bunu əminliklə deyə bilmərik uşaqlar. Buna görə cavabımız olacaq E bəndi. Keçək növbəti suala. Cədvələ əsasən uyğun bəndi müəyyən edin. Əhali sözünün məzmununda cəmlik anlayışı olduğu üçün cəm isim hesab olunur. Doğru yazılan uşaqlar yanlışdır. Cəm isim olması üçün mütləq cəm şəkilçisi olmalıdır. Deməli, bu variant yanlış olacaq. Boyaqçılıq ismi mücərrəd isimdir, cəm şəkilçisi qəbul edə bilmir. Təbii ki, peşə sənət bildirən sözlər cəm şəkilçisi qəbul etmir. Doğru da doğru. Cavabımız mücərrəd isimdə cəm şəkilçisi qəbul edə bilir deyir. Amma edə bilmir uşaqlar. Deməli, bu da yanlış olacaq. Təsirlik halda olan isim xəbərli şəkilçisini qəbul edə bilər. Uşaqlar, ismin təsirlik halı xəbər ola bilmir. Bunu qeyd götürün özünüzdə. Yanlış olacaq. İncəsənət xadimi birləşməsindəki qeyri-müəyyən yəlik halda olan ismi müəyyən yəlik hala çevirmək mümkündür deyir və qabağında yanlış yazır. Uşaqlar, incəsənətin xadimi deyilən bir şey ola bilər sizə. Deməli, bu sözü çevirmək mümkündür deyir və qabağında yanlış yazır. Yanlış da yanlış, artıq cavabımız bu olacaq. D bəndi. Tələffüz şəklində verilmiş xalya sözü iki cür düşünmək mümkündür deyir. Amma yanlış yazır. Nə üçün yanlış olsun? Xalaya sözü də ola bilər və xalça mənasında xalya sözü də ola bilər. Yəni, iki cür düşünmək olar. Keçək növbəti suala. Yazılışı düzgün olan sözün fonetik təhlili ilə bağlı doğru fikirləri müəyyən edin. Nostalji, səhv yazılıb bura A yox, O olmalıydı.
Neft çıxarma düzgündür. Terminolojikdə bitişik yazılmalı. Deməli, biz hansı sözə fikir verməliyik burada? Biz neft çıxarma sözünə. Səs və hərf tərkibi arasında bir fərqli məqam var. Neft çıxarma. Uşaqlar f düşür. Bəli, bir doğrudur. Ahəng qanuna tabe deyil. E və I həm incə, həm qalın sayt var. Bu da doğru cavabdır. 2. Kar samitlərin sayı cingiltili samitlərin sayından çoxdur. Baxaq, f düşür orada. N, r, m. 3 cingiltili samit, t, ç, f. Uşaqlar, bunlar bərabərdirlər. Kar və cingiltili samitlərin sayı. Ona görə 3 olmayacaq. Çünki bizdən doğru fikirləri soruşur. Saytlərdən biri incə və açıqdır. Baxaq, incə və açıqdır. Bəli, cavabımızdan biri 4 olacaq. Yalnız iki samitin qarşılığı yoxdur. Baxaq, n, baxaq orada. N və r, 3 samitin uşaqlar. Bu da düzgün cavab olmayacaq. Amma biz burada bayaq bunu düz tapdıq, amma mən üstünə xətt çəkdim. Olmaz, bu doğru cavabdır. Zəhər silə bilsəm yaxşı olacaq. Aha, bu da doğru cavab olacaq. Yəni 1, 2, 4 olacaq cavabımız. Bu çox maraqlı bir sualdır uşaqlar. Diqqətli fikir verin. Sxemdəki dodaqlanan saytləri və kar samitləri silərək alınan sözün leksik mənasını müəyyən edin. Gəlin silək. Nə edir bizdən silin? Kar samitləri və dodaqlanan saytləri. Kar getdi, dodaqlanır, getdi. O dodaqlanır, getdi. Ş kardır. U dodaqlanır. T kardır. Ö dodaqlanır. Nə qaldı baxaq? Minarə. Uşaqlar, minarənin də mənası nədir? Azam vermək üçün məsələnin yanında və üstündə uzalan qüllədir. Böyük minarə. Cavabımız olacaq B bənd. Keçək növbəti suala. Hansı bənddə nöqtələrin yerinə uyğun saytlər yazılmalıdır? Nəbatat, manometr A olacaq, mavzoley. Burada da O olacaq. Elə cavabımız uşaqlar birbaşa olacaq A bəndi. B bəndinə baxaq. B bəndə Ə yox, təbaşir olacaq. Yəni yanlışdır. Uşaqlar, bəyan sözünə diqqət edin. Bu cür tapmaq lazım. Bəyan, bəyanat yanlış olacaq. Çünki Ə1 burada. Peşəkar düzdür, amma nevroloji A yox, O olacaq. Nevrolog, nevroloji bu tipli sözlərdə O olur. Bu da olmayacaq. Bəyanlı bayaq dediyim söz bəyan olacaq. A hərfi bu da olmayacaq. Cavabımız A bəndi. Uyğunluğu baxaq uşaqlar, müəyyən edək. Tələffüz zamanı açıq sayt qapalı sayta çevrilir. Baxaq. İtaətkarlıq, kooperativ, göz oxşayan, ədavət, diaqonal. Göz oxşayan. A, uşaqlar, birinci A saytı U kimi, yəni qapalıya keçəcək, göz oxşayan. Deməli, necə olacaq? 1, C olacaq. 1, C olacaq. Sözdəki qoşa saytlərdən biri tələffüz zamanı düşür. Baxaq, görək, düşən hansı qoşa saytlərdən biri? Kooperativ, uşaqlar, 2 O var. Amma kooperativ kimi oxunacaq. 2 O-dan biri düşəcək, digəri dəyişəcək. Deməli, 2 nə olacaq? B olacaq. Sonra tələffüz zamanı səs artımı baş verir uşaqlar. Biz səs artımı bilirik ki, 2 saytdan biri əgər I sahidirsə, arasına Y daxil olacaq. Diaqonal və 3-ə də olacaq E bəndi. Ədavət dəyişmir. İtaətkarlıq kimi tələffüz olunur. Bunun da bizim qrammatikamıza, bizdən soruşulanlara bir aidiyyəti yoxdur. Deməli, 1C, 2B, 3C. Elə bir variant 1C, B, Y. Cavabımız olacaq E variantı. Günahkar sözünün sinonim işlənmişdir deyir. Uşaqlar, günahkar sözünün sinonimi təqsirkar da ola bilər, müqəssir də ola bilər. Hətta belə bir cümlə qabağımıza çıxar. Kimdir müqəssir?
Baxaq müqəssir sözü B bəndində işlənir. Hakim onun önündə dursun müqəssir. Deməli cavabımız B variantı olacaq. 19-a baxaq uşaqlar. Yaşamaq sözünün bir şeydən ilham almaq, bir şeyi öz həyatı üçün əsas hesab etmək mənasında işləndiyi nümunəni müəyyən edir. Baxaq geri A bəndində deyir, Piri kişi Qaraca qızın kim olduğunu, vaxta qədər necə yaşadığını ona ətraflı nağıl edir. Sadəcə burada normal yaşamaqdan söhbət gedir. Sizinlə yaşayır qəlbim indidən, bizim də başqa bir baharımız var. Qəlbim sizinlə yaşayır, yəni sizdən ilham alır. Sizin həyatınızı elə bil ki, öz həyatı üçün əsas hesab edir. Deməli, cavabımız elə olacaq B bəndi. Vaxt itirməmək üçün digər suallara, variantlara baxmıram uşaqlar. Keçək növbəti suala. Gəldik üslubiyyata. Biri publisistik üsluba aid edilə bilməz. Əsas əlaməti kütləvi anlaşıllıq, aydınlıq, təsirlik. Bunu hamınız əzbər bilməlisiniz, düzdür. Mücərrəd obrazlıqdan istifadə edilmir. Məcazi mənalı söz işlənə bilər, amma mücərrəd obrazlıq isə daha çox obrazlıq deməkdir və o işlənməyəcək. Xalq dilində, deməli, cavab A düzdür, B düzdür. Xalq dilinə çox yaxındır. Təbii ki, başa düşülən olması üçün xalq dilinə yaxın olmalıdır. C də düzdür. Ədəbi dilin normalarına riayət olunması tələb olunur. Uşaqlar, bu bütün üslublar üçün səciyyəvidir. Tarixi təkamül prosesində formalaşmış standart formalardan kənara çıxmır uşaqlar. Standart forma sözünü gördünüzsə, bilin ki, rəsmi işlər üslubdur. Yəni cavabımız E bəndi. Hansı isim konkret isimdən düzəlmiş mücərrəd isimdir? Deməli, biz konkret isimdən düzəlmiş mücərrəd ismi tapmalıyıq. Yaxşılıq mücərrəd isimdir, amma sifətdən düzəlir. Tarixşünaslıq. Uşaqlar, ümumiyyətlə, sözün hansı nitq hissəsindən düzəldiyini bilmək üçün sonuncu leksik hissəsini atmalıyıq. Lıq şəkilçisini atanda B variantında tarixşünas, təbii ki, isimdir, konkret insan bildirir. Və tarixşünaslıq isə peşə sənət olduğu üçün mücərrəddir. Yəni, cavabımız olacaq B bəndi. Ümidsizlik, ümidsiz sifətdən düzəlir, bu olmayacaq. Tarixçi, tarix isimdir, amma konkret isimdir. Tarix mücərrəd isimdir, amma tarixçi isə konkret isimdir. Yəni, bu əksidir. Bu da olmayacaq. Düşüncə, düşünmək feilindən yaranıb, amma bizə deyir ki, isimdən yaranmalıdır. Bu da olmayacaq. Verilmiş nümunədə işlənməmişdir, deyir. Qərəzsiz yanaşma cəmiyyətdə ədalətə olan inamı artırdığı halda, işində də, rəftarında da ədalətli insanlar bu inamı sarsıdır. Baxaq, burada görək, frazoloji birləşmə işlənirmi? Frazoloji birləşmə işlənməyib. Frazoloji birləşmə olmadığı üçün cavabımızın biri frazoloji birləşmə olacaq. Qeyd edək bunu. Feildən düzəlmiş ismi soruşur bizdən. Yanaşma sözü. Yanaşmaqdan feildir, yanaşma isim düzəlir. Deməli ki, olmayacaq. Məcazi mənalı ifadə. İnamı artırmaq. Deməli nədir? Məcazi mənalıdır, olmayacaq. Səs artımı baş vermiş söz. Səs artımı baş vermiş söz, baxaq hələ bura. Yanaşma cəmiyyətdə ədalətə inamı artırdığı halda işində, rəftarında ədalət. Uşaqlar, burada səs artımı deyilən bir şey yoxdur. Yəni ki, işlənməmişi soruşursa götürəcəyik bunda. Səs və hərf tərkibi fərqlənən söz. Ədavətli, ədavətli. Görürsən, artıq bu insanlar. Görürsən, fərqlənir. Deməli, 5 də olmayacaq. Cavabımız olacaq 1-4. Keçək növbəti sual. Verilmiş frazoloji birləşmələrin mənasına əsasən ardıcıllığı müəyyən edin. Əzələ nümayiş etdirmək nədir? Qorxutmaq üçün öz gücünü göstərmək. Deməli, birinci olacaq. Ardıcılığı soruşursa, birinci 3 olmalıdır. 3. Əndazədən çıxmaq. Sən həddini aşmısan. 1 olacaq.
Sonra əli quru yerdə qalmaq. Yəni heç bir şeyi əldə etməmək. 5 olacaq. Ətdən çəpər çəkmək. Yəni ki, ətdən sən artıq divar hörürsən. Yəni neynirsən orada baxaq görək. Yan-yana düzülərək yolu kəsmək, sədd yaratmaq 2 olacaq. Sonra ətəkli daş saxlamaq. Davaya, döyüşə hazır olmaq, tədbirli olmaq. Yəni daşla cansa, deməli davaya hazırlaşırsan. Deməli 4 olacaq növbəti. Deməli 3, 1, 5, 2, 4 kimi olacaq. Keçək növbəti suala. Hansı sözlərdə fərqləndirilmiş saiti başqa saitlə əvəz etməklə yeni leksik mənalı söz düzəltmək mümkündür? Hərəkət. Hərəkat sözü də var. Cavabımızın biri bu olacaq. Əhvalat. Əhvələt sözü yoxdur uşaqlar. Başqa elə söz yaranmır. Heykəltaraş. Ondan da başqa bir şey yaranmır. Bəyaz rəngdir. Amma bayaz nədir uşaqlar bilirsiniz? Məsələn, şeir yazılmış bir dəftər, balaca bir kitab. Əjdaha. Başqa şey olmur. Başqa söz olmur. Kompaniya. Kampaniya kimdə ola bilər? Kampaniyadakı sən bir əməliyyat mənasında, döyüş əməliyyatı, döyüş kampaniyası. Yəni 6 da olacaq. 1, 4, 6 cavab. Keçək növbəti suala. Verilmiş nümunədə ismin hansı halında olan sözə rast gəlinmir soruşur. Sözüm yoxdur fələk gər baxmasa gözdən axan yaşa, budur qorxum kim olsaydı bəla bu körpüdən aşa. Sözüm, mənim sözüm mənsubiyyətdir, adlı xaldadır. Bu olmayacaq. Çıxışlı xal uşaqlar, çıxışlı xala baxa görək var. Gözdən, körpüdən 2 dənədir. Çıxışlı xalda olmayacaq. Yönlü çal. Yönlü çal, axan yaşa. Gözlərindən axan yaşa. Nəyə? Yönlü çaldır. Bu da olmayacaq. Yerli çal. Baxaq, dadə şəkilsi uşaqlar ümumiyyətlə yoxdur. Cavabımızın biri 4 olacaq. Təsirli çal. Baxaq, təsirli çalda uşaqlar yoxdur. Cavabımızın biri 5 olacaq. Yiyəli çal, in şəkilsi görək, o da yoxdur. Cavabımız olacaq 4, 5, 6. İnşallah keçək növbəti suala. Uyğunluğu müəyyən edən. Görürsən, artıq üslubdan ikinci bir sualda çıxır qarşımıza. Üslubu yaxşı oxumaq lazımdır. Bədii üslub, rəsmi işgüzar üslub, elmi üslub. Bədii üslubun xüsusiyyəti nədir? Məcazi mənalı sözlərin çox işlənməsi. Məsələn, görək, məcazi mənalı sözlər hansında işlənir? Duzun turşu ilə birləşməsi, bu artıq duz turşu deyilsə elmi üslubdur. Axşamdır, gün batmış, şəfəq saralmış. Uşaqlar, bu şeirdir. Şeirdirsə bədii üslubdur. Yəni C. Günəş ətəklərini yavaş-yavaş qüruba doğru çəkməyə başlamışdı. Günəş başlamışdı ətəklərini. Deməli, məcazi mənalıdırsa E. Bəli, üslub olacaq C, E. Rəsmi işgüzar üslub. Baxaq uşaqlar, yəni qanun, konstitusiya, qayda üzr istəyirəm, qayda elmi üsluba aiddir. Azərbaycan Respublikasının konstitusiyasının 109-cu maddəsi artıq deyirsə, deməli A bəndə olur, rəsmi işgüzar üslub. Elmi üslub, baxaq sonra. Maddə 22. Paytaxt Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir. Maddə deyirsə, bu da artıq olacaq rəsmi işgüzar üslub, yəni B bəndi. Qaldı elmi üsluba aid bir variant. Ona da baxaq görək. D bəndi bayaq oxuduğumuz duz, turşu, kimyaya aid bir elmdir. O da D bəndə olacaq. Elmi üsluba aid. Deməli 1 C-yə, 2 A, B, 3 D variantı. Artıq uşaqlar testləri bitirdik. İndi isə mətn sualları. Bu mətni özünüz oxuyursunuz. Mikroblar mətnidir. Deməli, baxın. Yarısı buradadır. Digər tərəfdə isə baxaq. Digər hissəsi də buradadır. Bunu oxuyun və suallara baxaq. Kursiv ilə verilmiş abzasdan leksik mənası verilmiş sözləri müəyyən edərək ardıcıllıqla yazın.
Xeyir verən, xeyirli, yaxşı nəticə verən uşaqlar. Mən tam yaza bilmirəm, dediyim kimi qələm yaxşı yazmır. Faydalı sözü. Təbii ki, bilirsiniz, xeyir verən xeyirli deməkdir. Faydalı. Mən burada nişanlayacağım sizin üçün. Faydalı sözü. Dolanmaq, yaşamaq nə deməkdir uşaqlar? Dolanmaq, yaşamaq. Deyir ki, hətta sirkəsiz keçinmək mümkündür. Yəni yaşamaq, dolanmaq mümkündür. İkinci o olacaq. Bir şeyə başqa bir vəzifə salmaq. Yəni deyir ki, spirtə, sirkəyə çevrilir. Yəni başqa bir vəzifə salır. Deməli olacaq çevirir sözü. Keçək növbəti suala. Tünd hərflərlə verilmiş sözlərə əsasən cədvəli doldurun. Hansı o tünd hərflər? Baxaq. Şuna canlı sözü. Bir də hansı sözlərə baxaq. Qaynar sözü. Qaynar sözü. Canlı varlıqlar deyəndə bilirik ki, bu həqiqi mənadır. Qaynar və donmuş su. Bu da su qaynar da ola bilər, donmuş da ola bilər. Bu da həqiqi mənadadır. Bizə nə bilir? O sözləri yazmaq və həqiqi məcazi mənada olduqlarını tapmaq. Biz tapdıq. Hər ikisi hansı mənada oldu? Hər ikisi həqiqi mənada oldu. Uşaqlar, mən bir daha deyirəm. Yaza bilmədiyim üçün mən seninlə o cümlələri quracağam. Məsələn, canlı varlıq həqiqidirsə, məsələn, canlı söhbət ola bilər ki, məcazi olsun. Canlı söhbət. Onun canlı söhbətləri hamımızı valeh edir deyə bilərik və cavabımız düzgün olar. Qaynar. Onun qaynar gözlərində bizə qarşı kin-kudurət yaranmışdı deyə bilərik. Təbii ki, qaynar göz olmur və məcazi məna olacaq. Keçək uşaqlar son növbəti suala və gördüyünüz kimi burada müddəa ilə qarşılaşırıq və uşaqların çox çətinlik çəkdiyi suallardan biridir. Diqqətlə qulaq asırsınız. Faktın birində deyir ki, bakteriyalar insan yaxud heyvan orqanizminə keçərək qorxulu xəstəliklər əmələ gətirir. Uşaqlar, müddəanı tapmaq üçün hər iki faktı oxumalıyıq. Bakteriyalar südü qatığa, kefirə, üzüm şirəsini isə spirtə, sirkəyə çevrilir. Biz buradan nə başa düşdük? Biz buradan başa düşdük ki, bakteriyalar deməli nədir? Müxtəlif funksiyalarını yerinə yetirir. Həm xeyirli, həm də zərərli. Deməli, biz ümumi ikisinə ortaq nə deyə bilərik ki, hər ikisinə də aid olsun? Deyə bilərik ki, ətrafımızda həm faydalı, həm də zərərli bakteriyalar mövcuddur. Deyə bilərik bunu? Təbii ki. Çünki iki faktı da bu təsdiqləyə bilər. Həm faydalı, həm də zərərli bakteriyalar mövcuddur. Uşaqlar, sağ olun. Əgər bəyəndinizsə, kanala abunə olun.